Hər vaxtınız xeyir olsun, hörmətli müdavimlər. Deməli, sertifikasiyaya hazırlaşanlar da həmçinin, çünki bu videolar sadəcə bu il izlənməyəcək. Yəqin ki, önümüzdəki illər ərzində də izlənəcək. Deməli, 7-ci sinifin təsvir incəsənət metodik vəsaitidir bu, oxuyacağım. Belə deyək də, sizlərin səsi mən oluram. İş gördüyünüz vaxt və yaxud hər hansısa bir, belə deyək, yolda gedərkən, maşın sürərkən fərqi yoxdur. Metodik vəsaiti əgər izləyə bilmirsinizsə və yaxud oxumaq vaxtınız yoxdursa, dinləyə bilərsiniz. Deməli, bilirsiniz ki, artıq bir neçə ildir ki, ən azından 4-5 sual metodik vəsaitdən düşür. İndi hazırda 2025-ci ildir. 2024-2025 tədris ilində Rembrandtdan sual düşmüşdü. Gecə gözətçiləri əsəri. Hansı ki, o əsər bilirsiniz ki, dərslikdə geniş formada yoxdur, amma metodik vəsaitdə var və oradan sual düşmüşdü. Gəlin başlayaq görək. Dərslərimiz görək bu metodik vəsaitdə nə verilibdir. Deməli, başladıq. Birinci baxaq görək metodik vəsaitdə birinci dərsə aid hər hansısa bir əlavə məlumat varmı? Yoxdur. İkinci dərsə aid məlumat varmı? Burada da yoxdur. Hələ ki, burada görünmür. Qarışıq texnika nədir? Onun haqqında yazılıb. Deməli, qarışıq texnika metodika və termin kimi istifadə olunur. Təsviri sənətdə bir və ya bir neçə təsvir vasitəsinin istifadə üsulu və ya texnologiyasıdır. Deməli, növbəti dərsimizə baxırıq. Bu mövzuda da əlavə məlumatı yoxdur. Gəlin buradan baxaq. Mozaika əlvan rəngli daşlardan, keramika parçalarından, smaltadan yaradılan təsvirlərdir. San Vitali kilsəsində, Bakının nizami metro stansiyalarında və s. burada rast gəlinir. Monumental rəngkarlıq əsərləri uzaq məsafədən seyr olunur. Mozaika latin dilində museum, tərcümədə ilham pərlərinə sorulmuş deməkdir. Deməli, bu muzey sözü ilham pəriləri məbədidir. Oxşar sözlərdir. Amma mozaika ilham pərilərinə həsr edilmiş deməkdir. Deməli, növbəti dərsə gəlirik. Baxaq görək, burada məlumat varmı? Müəllim üçün əlavə məlumat nəzərdə tutulmayıb. Başqa bir dərsə gələk. Burada da müəllim üçün əlavə bir məlumat nəzərdə tutulmayıb. Baxaq. Deməli, Barokko dövrünün ən görkəmli rəssamı, deməli, dahi İtalyan rəssam Michelangelo Merisi de Caravaggio'nun yaradıcılığında işıq və kölgənin rolu haqqında məlumatdır. Baxaq. Burada verirlər, deməli, qırmızı geyimli qocanın portretidir. Leonardo da Vinci tərəfindən yaradılmış Madonna portretidir. Qayalıqlar üstündə, baxın. Deməli, bu Da Vinci'nin əsəridir. Bu isə Rembrandtın əsəridir. Burada verilib. Bu əsərlər dərslikdə verilməyib. Gəldik, deməli, avtoportret. Baxaq. Deməli, Rembrandtın 80-ə yaxın rəssamlıq və qravüra nümunələri olan avtoportretlər var. Rembrandtın yaradıcılığında portret janrı ilə yanaşı məişət janrı da mühüm yer tutur. Onun ən məşhur əsərlərindən biri gecə gözətçiləri adlanan Amsterdamın könüllü atıcılarına həsr olunmuş portretlərin təsviridir. Deməli, gecə gözətçiləri adlanan Amsterdamın könüllü atıcılarına həsr olunmuş portretlərin təsviridir. Rembrandtın çox incə
həm rəngkarlıq, həm də qrafik işlərində işıq və kölgənin oyununu, dramatik və emosional gərgin mühiti görmək mümkündür. Deməli, bu geniş açılmış gözəl avtoportret. Bu isə gecə gözətçiləri avtoportret deyil, bu daha doğrusu portretdir. Bax, bu isə Offortlardır, Rembrandtın. Bu Səfil oğlun qayıtmasıdır. Gəldik növbəti mövzuya. Süjetli əsərlərdə ən başlıca rol insan obrazına məxsusdur. İnsan münasibətləri, əmək fəaliyyəti, gerçək və həyat xarakterlər realist sənətin ən yüksək zirvəsində duran görkəmli rus rəssamı İlya Repin yaradıcılığına mühüm yer tutur. İlya Repin haqqında kitabda yetərincə məlumat var, ona görə burada yoxdur. Gəldik. Heykəltaraşlıqda insan obrazı. Gəldik digər mövzuya, parça. Azərbaycan Qafqazda ən qədim toxuculuq mərkəzlərindən biri olması ilə yanaşı, orta əsrlərdə Şuşa, Naxçıvan, Şəki və Şamaxıda istehsal edilən parçalar Azərbaycandan çox uzaqlarda məşhur idi. Şagirdlər parçanın tərtibatına görə müxtəlif qruplara ayrılır və s. Burada parça xalqın mədəniyyətini əks etdirən elementlərdən biridir. Parçaların naxşı və rənglərin həm bir xalqın başqasına ayırmağı, həm də eyni xalqın içərisində müxtəlif sinfi təbəqələrin nümayəndələrini fərqləndirməyə imkan verirdi. Deməli, müxtəlif dövrlərdə geyim dəstinin çox mühüm tərkib hissələrindən biri də baş geyimləri olmuşdur. Mövzunun əsas məqsədi şagirdlərin orta əsr baş geyimləri, onların forma və bəzəkləri haqqında məlumatın toplanmasıdır. Orta əsrlər və sonraki dövrlərdə baş geyimləri ilk növbədə bəzək əşyası və var dövlətin təcəssümü hesab olunurdu. Baş geyimləri həm də insanın fərdi xüsusiyyətlərini ifadəçisinə çevrilirdi. Gəldik növbəti dərsimizə, geyimin cəmiyyətdə rolu. Deməli, burada da elə bir məlumat yoxdur. Deməli, Azərbaycan baş geyimləri. Kitabda yetərincə geniş məlumat var. Azərbaycan milli geyimlərini tarixi etnoqrafik bölgələrinə görə ayrıldığını, onların müəyyən əlamətlərinə görə insanın yaşı, peşəsi və sosial vəziyyəti müəyyən olunduğu haqqında məlumat alır. Xalq yaradıcılığında tarixi, etnoqrafik və bədii xüsusiyyətləri öz əksini geyimlərdə tapır. Geyimin üslubu onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimləri evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinirdilər. Kişi və qadın geyimləri Azərbaycanın bütün etnik tarixi zonalarında demək olar ki, eyni idi. Uşaq geyimi öz forması ilə böyük geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri və ölçülərinə görə fərqlənirdi. Deməli, növbəti dərsimizə gəldim. Hələ bir məlumat yoxdur. Baxaq. Hələ orta əsrlərdə xalça üzərində insanı və onun məişətini təsvir etmək ənənəsi mövcud olmuşdur. Belə xalçalara süjetli xalçalar deyilir. Müasir xalçacılıq sənətində Azərbaycan xalq rəssamı Kamil Əliyev
insan təsvirinin özləməxsus əksini və geniş tətbiqini tapmışdır. Onun yaratdığı xalça portretlər öz icrasında deməli təkrarsızdır və əsasını isə bu təsvirlər obrazın mahiyyətini, onun daxili aləmini və əzəmətini açıqlaya bilir. Deməli, Kamil Əliyevin yaratdığı xalçaların mərkəzi hissəsində dekorativ kompozisiya hərlində əsasən klassik ornamental xalça kompozisiyalarından olan islimi bənd, tirmə, butalıdan istifadə olunur. Bu xalça naxışlarından deməli, islimi bəndlik, tirmə və ya butalıdan. Yaratdığı portretlərə misal olaraq Nəsimi Axundov, Heydər Əliyev, Məmməd Əmir Rəsulzadə, Ana, Atatürk və digərlərini göstərmək olar. Deməli, rəssam yaratdığı bir sıra ornamental xalçada da bu naxışlardan istifadə etmişdir. Deməli, Kamil Əliyevin əsəri. Deməli, növbəti mövzuya gəldi. Bu mövzularda elə bir məlumatı yoxdur. Deməli, bir daha qayıdaq. Yuxarıda bir mövzu var idi, ona da diqqətlə baxın. Ola bilsin ki, mən diqqətsizlik etdim. Bu qədər 7-ci sinifdə bu qədər məlumat var idi. Metodik vəsaitdə.